Və şirk də Allahdan qeyrisinə ibadət etməkdir. Necə ki, müəllif dedi ki, yəni ibadətə şirk girərsə, ibadət batil olar. Necə ki, təharətə hədəs daxil olarsa. Şirk də nədir? Şirk Allahdan qeyrisinə, Allahla yanaşı ibadət etməkdir. Şirk də ən böyük günahdır. Şirk nədir? Ən böyük günahdır və ən böyük cinayətdir yer üzündə. Yer üzündə baş verən ən böyük cinayət Allaha şərik qoşmaqdır. Ən böyük günahdır və onun cəzası da, şirkin cəzası da ən böyük cəzadır. Subhanallahil-azim. Bu iki şeyi cəm edir özündə şirk. Ən böyük günah və cəzası ən ağır, ən böyük cəzadır. Amma şirkin ən böyük günah olmasına gəldikdə, birincisi, niyə görə şirk ən böyük günahdır? Birinci, çünki şirk aləmlərin Rəbbini naqisləşdirmək var. Şirkdə aləmlərin Rəbbini naqisləşdirmək var. Kim ki Allahla yanaşı, başqasını Allaha şərik qoşur, ibadətini Allahdan qeyrisinə edir, onun feilinin həqiqəti odur ki, o əzəmətli Allahın qədir qiymətini aşağı salır, alçaldır. Çünki Allahın bizim üzərimizdə, qullarının üzərində haqqı var. Elədir, elə deyil. Elədir. Allahın bizim üzərimizdə haqqı nədir? Necə ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, yəni ona ibadət etsinlər və ona heç bir şeyi şərik qoşmasınlar. Və Allaha şərik qoşan insan Allahın haqqını alır, başqasına verir. Allahın haqqını küçümsüyür. Allahın qədrini küçümsülür. Elə bilin ki, təsəvvür edin ki, bir insandır, padişahdır, sultandır, əzəmətli, səltənəti var, nüfuzu var, qüvvəti var. İnsanlar ondan qorxur. İnsanlar ondan ehtiyat edir. İşlər əlindədir. Həmin işləri görür. Sərhədləri var. Həmin sərhədləri qoyur ki, bunu heç kəs cürətlənməsin. Kimsə cürətlənib onun malını götürüb onun haqqına girə bilər. Hə? Yalnız kim girə bilər? Həmin sultanı küçümsəyən insan eləyə bilər də bunu. Sultandır, əzəmətli, gücü, qüvvəti, nüfuzu, əmrləri yerinə yetirir, əmrləri var, qadağaları var, hədləri var qoyub, əmr edir, qadağan edir. İnsanlar neyinirlər? Ona hörmət elədiklərinə görə, haqqın qoruduqlarına görə, böyük tutduqlarına görə onun sözün yerinə yetirirlər, onun əmrlərinə itaat edirlər. Amma kim çıxır, malını götürür və yaxud haqqına girir, kim? Hansı ki, o küçümsəyəcək. Bax, şirk də belədir. Şirk də belədir. Necə ki, həmin sultanın malını götürən və ona qarşı həddi aşan şəxs onu artıq küçümsəmiş olur və ona qədir qiymətini lazımınca vermir. Şirk eləyən də əzəmətli Allahın haqqını küçümsəmiş olur. Çünki bütün səltənət, hər şeyin səltənəti əzəmətli Allahın əlindədir. Ən böyük Allahdır, ən əzəmətli Allahdır. Mülkün sahibi Allahdır. Və Allaha şərik qoşan Allahın haqqına girir, Allahın haqqını, ibadət olan haqqını Allahdan qeyrisinə sərf edir. Və beləcə də nə edir?
Allahın haqqını küçümsüyür. Ona görə də şirk ən böyük günahdır. Niyə? Çünki şirkdə Allahın haqqını küçümsəmək var. Və eləcə də Allahın rububiyyətini naqisləşdirmək var. Allaha rububiyyətdə başqasını şərik qoşmaq var. İbadətdə şirk Allahın rububiyyətini naqisləşdirməkdir. Çünki əgər aciz olana ibadət edirsə, aciz olan ibadətə layiqdirsə, Allah da ibadətə layiqdir. İbadət Allahın haqqıdır. Allahı neyniyir? Rububiyyətində naqisləşdirmiş olur.